Uşaqlar, yaz gəldi, sizcə nələr bitir? Bax belə. Qanqal bitir, ilahi. O qədər gözəl bitkidir. Girin, araşdırın YouTube'da da. Yəni insana çox xeyri var, əzizlərim. Dəhşət xeyri var. O qədər gözəldir, uşaqlar. Qanqala baxın. Həm şirin, həm dadlı. Harada gördünüz, vurun bədənə geçsin. Adam yedizə doymur, Qurana and olsun. Qarın doysa da göz doymur. Öpürəm sizləri. Uşaqlar, hələ yazın bitkiləri bitmir. Bax, bizdə Cəllabadda buna tərə deyirlər. Amma çox dadlı bitkidir, bax. Bəh, 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 bəh. Görürsünüz uşaqlar. Gördün atsan, neyse gelip nə qədər çörək yemək olar, nə qədər ət yemək olar, nə qədər başqa bir şeylər yemək olar. Bu daha Allahın bitkiləridir. Ye, həm canına xeyir, həm də ağzın şirin olur. Kənd yerində bunun gözəlliyi budur, ürəklərim mənim. Bəh, 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 bəh. Uşaqlar, hələ sizə nələr göstərim, istiyot. Allaha and olsun, istiyotdu, dağ istiyotu deyirlər. Allah qismət elə, adamın kətdə evi ola. Vallahi. Allah qismət eləsin olsun. Mən həqiqətən də kənd həyatını çox sevirəm. Heyf ki, yəni kətdə yaşamıram da, rayonda yaşayıram. Vallahi, arada bu yaz vaxtıdır. Gəlin kətlərə, belə bir gündə olsa istirahət eləyin. Bir qohumun evində, bir əqrəbənin evində, dostun evində. Belə şeylərdən dadım. Bu bir ildən bir olur. Həqiqi nə daddır da. Bundan yığıb aparacağım evdə yeməyə. Uşaqlar, öpürəm sizi, canlarım mənim. Bəs eləyir də bu.